Salam hörmətli izləyicilər. Dünən Telegram kanalında paylaşmış 5 sualın izahına baxaq. Qeyd edim ki, bu suallar 26 may 2024-cü il qəbul 3-cü qrup qəbul imtahanının sualıdır. Bugün biz 16-cı və 20-ci suallara baxacağıq. 16-cı sualdan başlayaq. Nümunələrin birində zərfin bütün məna növləri işlənmişdir. Bilirik ki, zərfin 4 məna növü var. Tərzi hərəkət, 1. Tərzi hərəkət, 2. Yer, 3. Zaman və 4. Kəmiyyət zərfləri. Biz bu dördünü də cümlələr hər hansı birindən tapmalıyıq. A bəndi. Küləklər bu axşam dönmüşdü nəyə? Kədər hıçqırırdı hey için. Nə zaman dönmüşdü? Axşam zaman zərfliyi. Hey və içində necə? Bu da oldu tərzi hərəkət zərfliyi. Yəni burada başqa zərf yoxdur. Zərfliyi yox, o zərf. A bəndi getdi. B bəndi. Həsən ağa sakitcə onu süzür, ara bir də dodaq altı güldürdü. Sakitcə necə? Dodaq altı necə? Bu ikisi oldu tərzi hərəkət zərfi. Ara bir isə zaman zərfi. C bəndinə baxaq. Burada da yoxdur 4-ü. Təbiət özü də kövrəlib biraz. Biraz kövrəlmək, göylər üzü qoyulu düşüb buraya. Göz yaşı tökəcək, sanki indicə. Biz bir baxaq. Biraz kövrəlmək. Bu oldu kəmiyyət. Üzü qoyulu düşüb. Necə düşüb? Tərzi hərəkət. Buraya, haraya, yer. İndicə nə zaman? Zaman zərfidir. Bu 4-ü də burada işlənib. Cavabımız C bəndidir. Amma yenə də davam edək. D bəndi. Əgər siz dinc dayansaydınız, mən nə buraya gələrdim, nə də sizi çağırardım. Burada görürük 3 dənə var. Daha doğrusu 2 dənə var. Dinc, bir də buraya. Dinc tərzi hərəkət, buraya isə yer zərfidir. Burada da yoxdur. Y bəndi. Oğlan titrək əlləri ilə cəld maşını açıb, içəri girdi və orada çox dayanmadı. Bu cümləyə baxaq. Deməli, burada görürük ki, 4 dənə var. Amma indi növlərinə baxaq. Cəld sözü, cəld açmaq sözünə aiddir. Tərzi hərəkət, içəri, haraya, yer, orada, harada, yer, çox da kəmiyyət. Deməli, burada nə yoxdur? Zaman zərfi yoxdur. Buna görə də cavabımız oldu C bəndi. Keçək digər suallara. 17-ci sualı. 17-ci sualın cavabını qısa videoda çəkmişdik. Göndərmişəm Telegram kanalımıza. Oradan izləyərsiniz. Keçək 18-ə. 18-ci sualın cavabını da qısa videoda çəkmişdim. Amma yenə də izah edirəm. Deməli, cümlələrdə fərqləndirilmiş hissəyə əsasən ardıcıllığı müəyyən edin. Burada bizdən nə soruşulur uşaqlar? Ardıcıllıq. Burada görürük ki, 4 dənə da şəkilçisi və yaxud sözü var. Və biz bunu düzgün ardıcıllıqla yazmalıyıq. Zalda toplaşan qonaqlar sədri gözləyirdilər. Zalda, harada? Bu oldu qrammatik şəkilçi, yəni yerlik hal şəkilçisi, qrammatik şəkilçi. Birinci gəldi 4. Qrammatik şəkilçi 2. Yayda yüzlərlə turist Azərbaycan səfalı güşələrində dincəlir. Nə zaman? Yayda. Burada da leksik şəkilçidir, zərf düzəldən şəkilçidir. Leksik və zərf düzəldən şəkilçi bu oldu 3. Vəziyyəti belə görən Murad da anası ilə razılaşmalı oldu. Kim? Murad da. Yəni burada da iştirak bağlayıcısıdır. Yəni anası ilə başqaları da razılaşmışdı. Murad da üstəlik razılaşdı. Buna görə iştirak bağlayıcısı olduğu üçün bağlayıcı da burada 2-dir. 4-cü cümlə. İndidən söz verə bilmirəm. Qoy bir səhər açılsın da hələ. Burada da ədatdır. Ümumiyyətlə feillərin yanında işlənəndə daha çox ədat olur. Burada da təsir gücünü artırdığı üçün ədatdır. Bu da oldu 1. Cavabımız nə oldu? 4, 3, 2, 1. Bu da oldu Y bəndi. Keçək digər suala. Digər sualımız 19-cu sualdır. Bu da asan sualdır. Burada nə deyilir? Vasitəsiz nitqli cümləyə uyğun gələn sxem hansıdır? Vasitəsiz nitqli cümlələri öyrənmək üçün
Bir dəfəlik siz bunu öyrənsəniz, yaddan çıxmır. Yəni asandır. Amma siz bu mövzunu oxumasanız, bunu tapmaq biraz çətin olacaqdır. Deməli, burada m-lar nədir? M müəllifin sözləridir. V isə nədir? Vasitəsiz nitq. Sara qara gözlərini şaha zilləyib, qürur və həyəcanla. Baxın, qürur və həyəcanla. Bu həyəcanla sözünə kimi müəllifin sözləridir. Bax, burada aşağıda da qeyd edirəm. Atama sultan deyərdilər, dedi. Atama sultan deyərdilər. Bu kimin sözüdür? Həmin Saranın sözüdür. Yəni müəllifin sözüdür. Burada biz böyük hərflə V yazırıq. Yəni vasitəsiz nitq. Dedi. Yəni burada əslində dırnaqlar açılmalıdır. Dırnaqlar bağlanmalıdır. Dedi. Yenə də davam edirik. Dedi sözü də müəllifin sözüdür. Bu formada olmalıdır. Sadəcə burada baxın qürur və həyəcanla sözü olduğu üçün bu cümlə nida cümləsi ola bilər. Nidalar var burada. Həm də qürur və həyəcanla deyilirsə nida cümləsidir. Cavabımız uyğun gəldi bu sxemə. Bu sxem də hardadır? A bəndində. Bu sualı da qurtardıq. Keçək digər 20-ci sonuncu suala. Cədvələ əsasən uyğun fikirləri müəyyənləşdirin. Burada görürük ki, cədvəl verilib. Əgər bizdən uyğun fikirlər soruşulursa, biz doğrudan doğru, yanlışdan yanlış seçməliyik. Gəl sözü həm əsas, həm də köməkçi nitq hissəsi kimi işlənə bilir. Bu doğru fikirdir. Gəl sözü həm feil, həm də ədatdır, əmr ədadır. Məsələn, sən bizə gəl oldu feil, gəl bizə gedək onda olur ədat. Bu doğru fikirdir. 1 doğrudur. Bunu götürürük. 2. Bir çox sayından sonra gələn isim cəmdə işlənir. Bəli, bir çox sayından sonra gələn, bir çox bir sıra sayılardan sonra gələn isimlər hər zaman cəmdə olur. Bu ana dilimizdə bir qaydadır. Bu da doğru fikirdir. 3. Çəkilmək sözü həm məchul, həm də icbarı yox, qayıdış növdə olar. Çəkilmək sözü, məsələn, duman çəkildi, qayıdış növ, ip çəkildi, məchul növ. Deməli, bu yanlışdır. 3'ü biz götürmürük. 4. Təsirlik halında olan söz nə sualına da cavab verir. Təsirlik halında olan söz, bəli, qeyri-müəyyən təsirlik halında olan söz nə sualına cavab verir. Bu doğru fikirdir. Amma bizə doğru yox, yanlış lazımdır. Çünki yanlışın altındadır. Eniş, yoxuş, yaxın mənalı sözlərin birləşməsindən yaranan mürəkkəb isimdir. Bu da yanlışdır. Eniş, yoxuş sözləri sinonim, yəni yaxın mənalı söz deyil. Bu yanlışdır, amma biz bunu götürməliyik. Baxın, yanlış götürməliyik. 6. Uzunsov çoxaltma dərəcəsində olan sifətdir. Uzunsov çoxaltma dərəcəsi yox, əksinə azaltma dərəcəsidir. Ona görə də bu da yanlışdır, amma yanlış bizə lazımdır. Cavabımız nə oldu? 1, 2, 5, 6. Bu da oldu B bəndi. Bugünkü sualların 5 sualın, yəni 4-ünü izah etdik. Əgər yararlı oldusa öz fikirlərinizi yazmağa, bəyənib paylaşmağa unutmayın. Sağ olun.